Hello, salam. Parmaqlarımda gördüğünüz kimi üzüklər var. Deməli nədir? Üzüklərin sıralaması edəcəm. Üzüklərin sıralaması parti 2. Son parti. Videoma başlama əvvəl deyim ki, öz söhbətimə görə edəcəm. Videomu başlamadan əvvəl çayıma bir qutu içeyim. Və başlayayım. Hadi başlayalım. Bu üzük çox süper üzükdür. Fəqət nişan üzüyü və ya toy üzüyüdür. Amma çox gözəldir. İnşallah, Allah qoysa dekabr ayında bu üzüklər gətirəcək Sibirq hədiyyələri və siz nə edəcəksiniz? Sibirq hədiyyələr gəlib bu üzüklərdən və ya bu üzüklərdən alıb istifadə edəsiniz. Maşın qoysa videoma çəkəcəm, nəsə mənə mane ola bilməz. Amma qəşəngdir, süpersə, amma dediyim ki, toy üzüysən, onun üçün də sənin 5. Bu üzüm nənələrimizin üzükləri kimidir. Mən sevmirəm bu üzüyü. O nənələrimizin xətrinə səni 7-yə qoyuram. Baxım. Hürrem Sultanın üzüyü. Hürrem Sultanın xətrinə səni 6-ya qoyuram. Yəni idarə edə. Bu da qəşəng üzükdür. Çox sevirəm bu üzükdə. Badam üzüklər deyilər. Həm incə, həm zəif, çox süper bir üzükdür. Onun üçün də səni 4. Bu üzük də qəşəngdir. Fəqət dediyim ki, toy üzük olduğu üçün səni mən bəyənmirəm belə üzüyü. Bu da badam üzüyü deyil, qəşəng üzükdür. Nə oldu? Toy üzüklərimi gəldi mənə. 9. Allah, niyə toy üzüklər gəlir mənə? Çox maraqlıdır. Bu üzük də qəşəngdir. Əslində bütün üzüklər qəşəngdir. Mən necə sıralayacağım bilmirəm. 3. İşte mənimki gəldi. Mən çox sevirəm bu üzüyü, aşıram bu üzüklərə. Onun üçün də səni 1. Təbii ki 1. Telefon düşməsin. Aman. Ay yox, mənlik deyil. 2 gələcək. Arkadaşlar ilk incəcik, süper bir üzükdür. Mən bəyəndim. Əslində 1, 2, 3 tam mənlikdir. Çox sevirəm belə üzükləri. Dediyim kimi, az əvvəl dediyim kimi son parti olduğu üçün 3, 4, 5 oxunmayacaq. Sizcə bu sıralamada hansını bəyəndiniz? Hansı qəşəngdir? Hansı pisidir? Videomun altında yazın. Bu balaca düymə var ya, vursunuz, abunə olsunuz. Onu basıb xahiş edirəm. Videomu bəyənməyi, kanalıma abunə olmayı, videomu paylaşmağı unutmayın. Sizi yaxşı baxın. Bye bye.